hücumlarını mən hiss elədim. Sinxron hücum. Məsələn, Tural Sadıqlı var, gedib oturub deməli xarici ölkələrin birində gecə-gündüz şər, böhtan, deməli istehsal yox, mən deyərdim ki, ifraz etməklə məşğuldur bu adam. Və bu adamın məhz aynı Azərbaycan dairələrinin əlində alət olduğunu, bunu birisi 99% yox, 100% olan bir həqiqətdir. Gecə-gündüz o Azərbaycan dövləti əleyhinə qənim kəsilib, ancaq yalan, palan, iftira, dezinformasiya, fake məlumatlar yaymaqla məşğuldur. Və elə mənə qarşı da dəfələrlə onun çıxışlarının şahidi olmuşam və siz də yəqin ki, bunu bilirsiniz. Və istənilən bir hadisədən öz çirkin niyyətləri üçün istifadə etmək istəyirlər. Çirkin niyyətləri üçün. Bu adamlar Azərbaycanda hakimiyyətə gəlmək xulyasına düşüblər. Və Azərbaycan xalqı onların çoxdan o maskaların üzündən cırıb atıb və onların çirkin sifətləri, eybəcər sifətləri bu günləri xalqımıza bəllidir. Və onun da fərqindəyik ki, bəzən onlar elə məlumatlar danışırlar ki, təəssüf ki, bizim içərimizdən də müəyyən dönüklər, informasiyalı müəyyən dönüklər onlara məlumat verir. Hesab edirəm ki, vətənpərvər və peşəkar insanların cəmləşdiyi dövlət təhlükəsizlik xidmətlərində çox ciddi məlumatlar var və hər şeyi bilir. Heç kim sinəsinə döyüb döşünə döyüb deməsin ki, mənim belə fəaliyyətim, sən nə fəaliyyətim var, hər şey dövlətimiz gözəl bilir və sizə tam əminliklə deyirəm. Bax, bu günləri mən bu verilişdən tam əminliklə söyləyirəm ki, mütləq fikir verirsiniz, məndə şübhə yeri yoxdur. Mütləq onlar Azərbaycana gətiriləcəklər. Elman Nəsrov mənim haqqımda pis danışırsa, deməli, doğru yoldayam. Heç nə demirəm. Səni ora təyin edənin boynunu yerə soxub. Sənə deputat qayranın ağlı yoxdur. Mən elə bildim ki, utanarsan son söhbətlərdən sonra adam içərisindən çıxmarsan. Amma səndə utanan sifət səndə yox uymuş. Məni Azərbaycana gətirəcəksən. İllərlə qulağının dibin gördüyün kimi, növbəti illərdə də bu birisi qulağının dibin görərsən.